Tələbəmiz sacı əmək haqqı cədvəlini tərtib edir və gəlir vergisinin hesablanmasını nümayiş edəcək. Necə hesablayırıq? Shift F3 vasitəsilə funksiyanı çıxartırıq. Ona bastıq. Sonra burada əmək haqqını götürürük. Bəli. Kiçikdir 200-ə. Vergi tutulma məbləği, doğru. Burada da 200 yazırıq. Burada mötəriz açıb. Bəli. Seçib çıxırıq 200-dən. Mötərizdən bağlayıb 14 vurulsun. 14%. Enter. Aha. Bunda avtomatik olaraq da digərləri hesablanır. Tutaq ki, biz digər vergiləri hesablamaq istəyirik. Onlar biraz asandır. Məsəl üçün, Sosial Müdafiə Fonduna ödəniləcək məbləğ, vergi necə hesablayacağıq? Bərabərdir qoyuruq. 410. Əmək haqqını doğrudur. Vurulsun 3%. Doğrudur. Məsələn, hal-hazırda bilir ki, minimum əmək haqqı 345 ola bilməz. Ta ki, bu olsun 400 manat və yaxud da 445 manat dəyişdim. Dəyişəndə nə olacaq? Avtomatik olaraq digərlər də dəyişəcək. Hətta Sosial Müdafiə Fondunda hesablasaq, görürsünüz, avtomatik olaraq hər birinə tətbiq olunacaq.